deməli ki, ev macəramızdan sonra, bu arada evdə artıq yer yoxdur. Yəni artıq bura gəlib çıxıb da, yəni bu stola arada 1 metr məsafə var ya yoxdur. İndi gözləyirəm ki, bu şef açan bir də bura gələcək. Ona göstərim ki, bu nədir? Evdə yer yoxdur, gəzmək olmur. Nəysə, bu günlər getdim belə qara maska aldım üzümə. Deməli, bu burnundakı qara nöqtələr getmir də. Yəni nə indisən də salikasikası zıpır. Axır ki, hər şey istifadə edərəm. Amma burnundakı bu qaralar getmirdi. Mən dedim ki, bəlkə də həqiqətən bu qara maskaya ehtiyac var. İndi birazdan bunu da soyacağım. Nəysə çıxartdım. Nə bilim, mən belə böyük bir fərq görmədim indi. Bir damcı belə nəsə ola bilər, amma belə böyük bir dəhşət bir şey yoxdur. Böyük ehtimalla həftədə indi 3 dəfə falan eləyərəm mən bunu. Sabah da eləyərəm. Yox, sabah tezliyində arada bir məsafə verim. Biraz eləyəm. Amma belə elə bir yumşaldı belə buralarım belə. Tam fərqli oldu. Nəysə. İndi gedib çimim hazırlaşım. Bugünlərdə 6-cı gündür. Ağzım burada bir şey qara şəkildə danışıram. Bunu nə görə düşdü. Bu arada çimdən saçımı qurutdum və artıq saçımda heç bir keratin qalmayıb. Yəni keratin elətdirmişdim noyabrda. Amma görürsə yəni artıq keratindən əsər əlamət yoxdur. O zaman molekulyar keratin elətdirmişdim. Nəysə bilmirəm, bəlkə də buranın suyundandır. Çünki mən sulfatsız da şampun işlətdim. Yəni hər şey elədim demək olar ki. Amma ki olmur da, yəni mənim saçımda qalmır. Bilmirəm nədəndir. Məncə sudan ola bilər, başqa nədən ola bilər ki, yəni bu qədər tez getsin. İndi bir də Azərbaycan yanında bir də elətdirəcəm. İndi heç saçma başlayacağım ütüləməyə. Beləncə bir ütüm var. Başlayacağım bu ilə düzləşdirməyə. Məncə mənə düz daha çox yaraşır deyə. Bu arada saçlarım uzanıb, gördüyünüz kimi. Bura gələndə burada saçımı tez kəsdirmədiyim üçün belədir. Nəysə, indi saçımı qəşəng düzəldim. Yemək hazırlayayım. Saçımı düzəltdirdim. Yəni düzəltdim daha doğrusu, düzəltə bildiyim qədər. Bir də saçımı gələk dalğalı. Həmişə belə düz edirəm. Bir də dalğalı deyim görüm. Bəlkə mənə dalğa da qəşəng yaraşır. O da ola bilər. Nəysə belə. Axşam dostumla görüşəcəm. Yəni başqa bir dəyişiklik yoxdur. Amma bu arada bunu deməmişəm deyəsən, şirkətimizi 1 aylıq bağlayıblar, təmir eləyirlər. Bəziləri tətilə getdilər, bəziləri başqa filiallarda işləyəcəklər. Mən də 1 həftə tətil götürmüşəm. 2 həftədə məktəbim var deyə. Deməli, yox, 1 həftə, 7 gün götürmüşəm də. 7 gün belə fraylarla falan boşluğundan 10 günə falan gəldi çıxdı. Oradan da 2 həftə məktəbə gedəcəm. Yəni mənim demək olar ki, o qədər də böyük problemim yoxdur. Əksinə deyirəm ki, kaş mən də məktəbə getməzdim. Tam tətil götürərdim, gedərdim Azərbaycana, nəm 1 ay falan istirahət eləyərdim. 1 ay özümə gələrdim falan. Amma mənim imtahanlarım var deyənə bu aralar heç ara çıxmamaq üstünlüyü verirəm. Baxım, indi tətildə bəlkə harasa getdim, amma qısa müddətdir. Uzun müddətli heç ara getmək fikirləşmirəm. Çünki bu imtahanları vermək lazımdır, qurtarmaq lazımdır. Və hazırlaşdım. İndi gəlirəm dostumla görüşməyə. Geyindim. Outfit. Hohoy. Nəysə. Çıxaq gedək. Hazırlaşmışıq. Düz axşamdır, amma olsun. Bugün zaten 6-cı gündür. Heç kim gecə olmağına falan baxmır. Hələlik. Heç sizə bunlardan danışmışam. Bax belə. Bax, affel şorlu, nə bilim. Deməli, almanlar çox sevirlər belə. Qarışdırırlar. Naturalni, məsələn, alma sokudur, tutam ki. Ona qarışdırırlar. Qazlı su, belə şorlular hazırlayırlar. Bunlarda çoxdur bu. Yəni, ölürlər belə şeylər üçün. Ümumiyyətlə, almanlar normal sudansa belə qazlı suyu daha çox istifadə edirlər. Hər şeyə. Nə meyvə tapsalar, nə meyvə tapdılar, hamısını belə şorla edirlər. Mən Azərbaycanda belə, yəni qarışıq biz duşes içmişik də həmişə, yəni bizdə o məşhur olub. Armudla qazlı suyun qarışımı. O da ki, Gürcülərdən gəlir də bizə. Almaniyada da bu alma affel şoru çox məşhur da, yəni çox içirlər bunu, çox istifadə edirlər, çox da sevirlər. Yəni, dadı elə də bomba deyiləm, mənim üçün deyil. Sadəcə itirəm, indi evdə çöldə vardı, heç bilməm kimdir. Mən qazlı suyu da çox belə sevən biri deyiləm də. Yəni mən normal suyu daha çox tərcih eləyərəm, nəinki qazlı suyu. Amma almanlar işte, niyə? Bunlar da qazlı suyu sevirlər. Yəni belə deyirlər ki, qazlı olsun falan. Onların da tərcihləri o yöndədir. Hə, bir də sizə demişdim də, mən bu qarğıdalı sevgimi. Oturum belə bütün günü qarğıdalı yiyeyim, belə boş-boş. Heç nə lazım deyil. Sevirəm nəsə, özümdən asılı olmayaraq. Burada da çox ucuzdur bu arada. Belə balaca 3 dənəsinə 1 euro nə qədər vermişim, yadımda deyil. Arada belə yiyirəm. Bunu mənim üçün belə atışdırmalıq. Məzə kimi bir şey də yəni. İnsanlar salatı da yiyir. Mən də belə özüm üçün. Oturam arada yeməyə.
Bu arada sizə nə haqda videolar çəkim. Məsələn, bir dənə şey gördüm, tekst gördüm, yazılmışdı ki, çıxın biraz şəhər falan göstərin, qaldığınız şəhərdə nələr var. Məsələn, o haqqında çəkə bilərəm. Sabah bazar günü hər şey bağlıdır. Amma yenə də gəlib göstərə bilərəm. Yəni mənim şəhərimdə nələr var da. Onlardan göstərə bilərəm. Belə başqa mənə video ideyalar yazın da. Belə fərqli. Yəni mənim eləyə biləcəyim də, yəni daha elə şeylər deyin ki, yəni onları həyata keçirə biləcəyim şeylər olsun. Onlar haqqında videolar çəkim. Çünki nə beynimə artıq video gəlmir. Yəni nə haqqında çəkeyim, nədən danışım sizə. Hətta artıq danışmaq da istəmirəm. Danışanda görürsün təngə nəfəs qalandan danışmaqdan. Çox da danışmaqla bağlı deyil. Çox belə biraz kənara çıxmaq, belə ətrafa qarışmaq kimi biraz videolar çəkmək istəyirəm. Onlar haqqında mənə biraz fikir verən olsam. Amma belə videonun elə bir şey olmasın da, çox belə qısa olmasın. Çünki qısa videolar mənə sərf eləmir. Yəni qısa videolar çəkmək o qədər maraqlı gəlmir mənə. Biraz uzun konsept ola bilər. Onlar haqqında çəkərəm. Bir gün hələ ki alışverişə də getmirəm. Yəni alışverişə getsəm onu çəkərdim sizin üçün. Mən biraz ideyalar verin, zəhmət olmasa. Yazın, doldurun, altdan yazım nəsə eləyim, çəkim nəsə eləyim mən də. İndi yemək pişirəm. Porta soyuqluğu içində şey girmişim. Əslində şurada hava qəşəng, sadəcə mənə biraz soyuqdur. Şurada vermişin eləyirəm bu arada. Mən əslində şurada vermişin sevən biriyəm. Burada təxmini nə qədər olar görəsə. Yəni ki, burada bir nə qədər olar baxın. Biraz çəkəm. Biraz eləyəcəm, çox eləmirəm. Yəni bunu elə bir ki, yarıda tutdum. Görsünüz, hələ rəngi çönməyib, amma rəngi çönməyə yaxındır. Yavaş-yavaş çönəcək. Biraz qoyaq. Yəni tam qızartmağa ehtiyacınız yoxdur. Sadəcə biraz rəngi çönsün eləsin. Ondan sonra suyunu tökəcəyik. Bu arada suyunu da göstərim. Suyunu əvvəlcə çox az tökəcəyik, tamam mı? Suyunu əvvəlcə az tökürük, saxlayırıq, görürük nəticəni, sonradan baxarıq. Bu belə. İlk partiya bu yaxşıdır. Belə qarışdırın bunu. Belə qarışdırın. Hadi. Bizə damcı da tökək. Bəsdir. Onu da qayıb qoymuşam da, birə qoymuşam. Ən aşağı xodda. İndi qalsın yavaş-yavaş, birazdan gəlib baxarıq. Və hal-hazırda vermişim budur. Demək olar ki, 10 dəqiqə falan qaldı. Heç yanına gəlmədim. Mənim elə şey halım olmur, çox yanına gəlim falan. Nəysə. Demək olar ki, dənə-dənədir. İndi biraz da ağzını örtüb, yenə belə tamam aşağı xodda qoyacağım ki, biraz damalsın. Bir damcı da yağ tökəcəm. Bilməməsində bir tavada yağ yoxdur. Bir damcı da yağ tökəcəm. Məncə çox da yaxşıdır. Görürsünüz, dənə-dənədir, heç birinə. Yəni yapışıb eləmir, hamısı tam ayrılır. Belə olurdu. Məsələn, bizdə qazda elədir ki, tutura bilirsiniz, amma bunları tutura bilmirsiniz. Bir də istəyirəm, ayran düzəldim, özümə nə deyirsiniz? Burada yoğurdum var. Yoğurt da qatıq. Bundan düzəldək. Baxım gör necə düzəldir YouTube'a sonra, çünki mən bilmirəm. Sizə demədə çatmır, inanmırsınız. Deməli, şey qayna ayran edəcəm. Nə tər fikirdir? Məncə fikirləşmən ki, çox da babat alacaq. 150 qramdır, hamısı tökürəm bura. Belə. Elə bunun üçün də tökü bura tökəcəm. Amma Allah kahretməsin, su istiymiş. Suyumun içməli suyu var ya, onu töküm. Çünki o biraz isti ayran da qəşəng almır da, bilirsiniz. Bunu da tökək bura. Deməli, qatığın özündən biraz az edəcəm. Çünki biraz qat olsun da, çox şey yox. Hər şey bilirsiniz, gözə yarı. İndi bura biraz da duz tökək. Duz sevərlər like eləsin. Ayran dediyin duzda olar məncə. Bunu da qoyaq bura. Ağzını da bağlayırsınız. Gəl qarşılar yerinə alın. Şeykada ayran. Məncə hər şey ola bilər. Qəşəng iyi gəlir. Amma qəşəng görsən ha. Məncə bayağı qəşəng oldu. Zarafat eləmirəm ha. Şey kayna məncə köpüklü möpüklü var. Əməlli başdır. Məncə şey kaynan daha yaxşıdır. Neysə, buraları yığışdıraq. Az qalıb zaten. Yemək də hazır olur. Yeməyin arxaya da yanıqdır. Gedirik birazdan yeməyimizi yeməyə. Bunları aparaq yerlərinə. Bu aralar tətildəyəm. İnşallah yeni videolar gələcək. Mən motivasiya eləyənlərə də buradan təşəkkür edirəm. Çalışdım tez-tez videolar çəkim, paylaşım. Siz də baxasınız. Bilirsiniz ki, mən Sandranı çoxdan tanıyıram və
Mən onu öz vətənimə apardım, öz mədəniyyətlərimizi göstərdim və bu insan bu qədər müddət ərzində, yəni mən deməli ki, gedək, mən isə Polşanın mədəniyyətini göstərim, oranı tanı falan. Nəysə, axırı mən də bu insanın başını da hər dəfə yedim ki, nə oldu, mən səni apardım ölkəmizə göstərdim. Sən bir dəfə deməli ki, gəl Polşaya gedək. Axır ki, razılaşdıq ki, gedirik Polşaya. Deməli, biz maşınla gedirik, yəni özü sürməlidir, mənə nə. İndi bir iki dənə veşlərimi hazırlayayım. Çox şey götürməyəcəm. Çox az miqdarda bir şeylər götürəcəm. İndidən veşlərimi hazırlayıram ki, çünki sabah buradan çıxıb onlara gedəcəyik, orada qalıb. Sonra ikinci gün səhər tezdən yola çıxacağıq. Yəni çox da vaxt itirmədən. Çox paltar yığmaq aslında heç belə ağlımda yoxdur da. Yəni ki, nə qoyum, nə geyinəcəm orada falan heç bir şey fikirləşməmişəm. Yəni tez bazar ola biləcək şeylərdən götürəcəm. Çünki düşünürəm ki, oraya gedib orada böyük alış-veriş mərkəzləri var. Onlara girib oradan bir şeylər alacağım təzə böyük ihtimalla. Baxacağam da, yəni yaz üçün nələr gəlir. Zaten mart artıq başlanğıcıdır. Böyük ihtimalla çox şeylər gəlir. Nəysə, başlayıb veşlərimi yığım, həll edək. Belə bir dəst var. Əslində dəstəyi ayrı-ayrıdır. Bunu qoyuram. Bunu qoyuram. Bir dənə də cins şalvarımı qoyuram. Yəni elə böyle bir şey qoymuram. Çünki dediyim kimi orada paltar almaq istəyirəm. Yəni bir dənə şalvar, bir dənə köynək belə bir şey almaq fikrindəyəm. Yəni bura çox da bir şey qoymayacağam. Bir də bu bir tərəfə qoyacaqlarım. İndi hələ ki qoymuram çünki sabah saçımı qurudacağam. Bura fenimi qoyacağam. Düz oteldə var, amma oteldə olan fenlərin gücü məndəki fen qədər gücü deyil və mənim saçım çoxdur. Yəni qurutmaq üçün çox vaxt sərf eləmək istəmirəm. Ona görə öz fenimi qoyacağam. Düzləşdiricimi qoyacağam. Düzləşdiricimi qoyacağam. Şampumu qoyacağam mütləq çünki hər şampun başıma düşmür və çoxdan başımda kəpəklər artmışdı, çoxalmışdı. İndi təzədən şampun almışam, yəni kəpəklərə qarşı yenə. Ona görə yenidən kəpək yaramağını istəmirəm. Çünki mən bir ara çox şampun dəyişdim, amma düşünürəm ki, Pantene kimisi yoxdur. Həqiqətən Pantene məncə bir nömrədir. Ayaqqabı cəhətdən, ayaqqabı əslində qoya da bilərəm, qoymaya da bilərəm. Çünki biz maşınla gedirik, yəni çox da yer tutmaz. Bir dənə də ayaqqabı qoyaram böyük ihtimalla. Başqa da ki, diş pasta, diş şotkası, Rexona falan. Bunları da bura yığıb, yəni bunun ağzını bağlayıb gedəcəm. Onları sabah səhər çiməndən sonra hazır yığacam və yola düşəcəyik. Yəni elə bir şey yoxdur. Bir dənə paltarları yığdım. Yəni dəsmal falan lazım deyil, hamısı oteldə var. Bununla da yola çıxa bilərik. Hə, bir də bu ayaqqabılarımı qoyuram. Bunu bu arada Azərbaycandan almışdım. Buradan aldığım ayaqqabı deyil. Əsas xoşuma gəlir rəngi falan. Əgər ki, Bardovya oxşar rənglər tapa bilsəm orada alacağım. Böyük ihtimalla Bardov rəngdə köynək ola bilər ya da şalvar ola bilər, klasik şalvar. Taparsam onu da alaram. Nəysə, ayaqqabını da bura qoya bilərik. Məncə cool görsənir. En sevdiğim ayakkabılardan biridir. Ama hələ heç geyinməmişəm. Ümid edirəm ayakkabılarımı vuran bir ayakkabı olmaz. Çünki oraya gəzmək lazımdır. Belə